Övladı inklüziv sinifdə təhsil alan valideyn nələri bilməlidir? İnklüziv təhsil hər bir uşağın fərqli ehtiyaclarına uyğunlaşdırılmış bir tədris mühitidir. Məqsəd uşağı başqalarından fərqləndirmək yox, birlikdə inkişaf və sosial bacarıqları inkişaf etdirməkdir. Övladı inklüziv sinifdə təhsil alan valideyn bilməlidir ki, bütün sinifə eyni tapşırıq eyni şəkildə verilməyə bilər. Bu, ayrı seçkilik yox, fərdiləşdirilmiş öyrənmədir. Yəni, uşağın potensialına uyğun tapşırıqlar, resurslar və əlavə vaxt verilə bilər. Valideyn daim müəllimlə əməkdaşlıq etməli, ünsiyyət saxlamalı, övladının dərs prosesi irəliləyişi haqqında məlumat almalıdır. Valideyn daim dəstək mühiti yaratmalı, evdə davamlı müəllimin verdiyi tapşırıqları etdirməli və möhkəmləndirməlidir. Valideyn sevgi dolu, anlayışlı davranmalı, övladının ən kiçik irəliləyişini belə qiymətləndirməlidir. Unutmayın ki, bugünün ən kiçik irəliləyişi sabah üçün böyük motivasiya mənbəyidir.